Qarabağ Universitetində 1-ci Qarabağ Təhsil Forumu keçirilib. Forumda təhsil sahəsində mövcud vəziyyət, qarşıda duran əsas çağırışlar və gələcək inkişaf istiqamətləri geniş müzakirə olunub. Çıxış edənlər Qarabağda təhsilin bərpası və inkişafının ölkənin ümumi təhsil strategiyasında xüsusi yer tutduğunu diqqətə çatdırıblar. Bildirilib ki, işğaldan azad olunan ərazilərdə müasir infrastrukturun qurulması ilə yanaşı, keyfiyyətli təhsil mühitinin formalaşdırılması da prioritet istiqamətlərdəndir. Çıxışlarda Qarabağ Universitetinin regionda elmi və təhsil mərkəzinə çevrilməsi üçün görülən işlərdən bəhs olunub, universitetin gələcək hədəfləri və beynəlxalq əməkdaşlıq imkanları vurğulanıb. Eyni zamanda qeyd edilib ki, bu cür forumlar təhsil sahəsində müxtəlif tərəfləri bir araya gətirərək fikir mübadiləsi və yeni təşəbbüslərin formalaşması baxımından mühüm platforma rolunu oynayır. Təhsil İnstitutunun, Təhsil İctimaiyyətinin, Elm və Təhsil Nazirliyinin Qarabağ Universitetinin bu fakültəsindən gözləntiləri çox böyükdür. Doğrusu, bəlkə də Azərbaycanda son dövrlərdə ilk müəllim hazırlığı ilə məşğul olan belə bir fakültədir ki, bu fakültə sıfırdan ən müasir baxışlarla, yeni trendləri nəzərə almaqla, gələcəyin vətəndaşını yetişdirməklə bağlı olan bütün nəzəriyyələri öz proqramlarında formalaşdırmaqla bir fakültə qurur və bu baxımdan bu fakültənin bu cür mövzularla başlanması da həqiqətən forumun əhəmiyyətini bir qədər də artırır. Məqsədimiz pedaqoji təhsilin məzmunundan danışmaq, təhsilin gələcək müəllimlərin hazırlanmasında hansı məsələləri diqqətdə saxlamağı açıq platformada müzakirə etməkdir. Daha sonra forum panel müzakirələrlə davam edib. Panellərdə təhsildə rəqəmsallaşma, müəllim hazırlığı, innovativ yanaşmalar, regionlarda təhsil imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar qarşılıqlı müzakirələr zamanı təkliflərini səsləndirib, təhsilin keyfiyyətinin artırılması istiqamətində yeni yanaşmalar irəli sürüblər. Sonda belə təşəbbüslərin davamlılığının vacibliyi vurğulanıb, Qarabağda təhsilin dayanıqlı inkişafı üçün birgə əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd edilib.